Salam dəyərli abituriyentlər, mən Haşim Tədris Mərkəzinin İngilis dili müəllimi Allahyarova Aygün. Bugün sizlərlə 16 noyabr OTK sınağının İngilis dili fənni üzrə suallarının izahına baxacağıq. Gəlin başlayaq, birinci suala baxaq. Solution to traffic deməli, tıxacın həlli is to build roads. Roads yollar deməkdir. Əvvəlcə gəlin variantlarla baxaq, roads yollar cəmdədir. Elotdan sonra isim gəlməz. Buna görə B variantını çıxırıq. Yerdə qalan variantlar qalır. Most effective sözündə D artiklı yoxdur. The most effective olmalıdır. Çünki sifətin üstünlük dərəcəsi biz bilirik ki, D artiklı ilə işlənir. The most effective solution to traffic jam is to build fewer roads. Tıxacın deməli, həlli yolu az yol tikmək yox, çox yol tikmək olar. Yəni burada fewer, daha az yollar tikmək yox, əlbəttə ki, çox yol tikməkdir. Ona görə cavabımız olacaq C variantı. One of the problems, bilirik ki, biz of-dan əvvəlkinə baxmalıyıq. One və bilirik ki, one əvəzliyi xəbəri təkdə tələb edir. Burada have, are, were, bunların heç biri olmaz. Problems is that, problem budur ki, problemlərdən biri budur ki, daha doğrusu. Cars cəmdədir, xəbərimiz də olacaq cəm. Are driven by the careless drivers. Baxaq 58-ci testimizdə və 58-ci testimizdə bizdən nə istəyir uşaqlar? Definition istəyir və definitionlarda da əsas məqsəd deməli çoxlu bilməlisiniz sinonimlər, sinonimlərlə bərabər bu definition testlərini yazmaq təbii ki, çox asan olur. Deməli, baxaq əvvəlcə invisible, accurate və crucial sözünə. Invisible sözünün deməli tərcüməsi cannot be seen, görünməz. Accurate, correct in all details, bütün detalları deməli yerində olan, səliqəli vəziyyətdə olan. Crucial da sözündə mənası təbii ki, importantın sinonimidir. Important da vacib deməkdir. Bu da olacaq, 3 də olacaq B. Deməli, birinci olacaq C, ikinci olacaq A və üçüncü olacaq B. Cavabımız olacaq D variantı. Mrs. Smith could find room, but Thomas and Mary couldn't find. Baxaq, room burada otaq var, isim var. Biz bilirik ki, şəxslərə görə bölünən əvəzliklərdən yeganə əvəzlikdir ki, yəli əvəzliyin aslı forması bu isimlə işlənir. Burada baxırıq, hers, heç vaxt hers room deyə bilmərik. C variantı və A variantını istifadə edə bilmərik. Mrs. Smith could find room. Her room olacaq. But Thomas and Mary, artıq Thomas və Mary'dən söhbət gedir və 2 nəfər olduğuna görə, cəmdə olduğuna görə couldn't find theirs, onlarınkini tapa bilmir. Cavab olacaq D variantı. Çünki B və Y variantlarında their və yourdan sonra mütləq şəkildə isim gəlməlidir. Burada da biz görürük ki, nöqtələr var və isim yoxdur. Few iron fences olmalıydı burada. Several wood spoons, bu doğrudur. A lot of toothpaste tubes olmalıydı. Some shop windows, bu doğrudur. 2, 4 və cavabımız D variantı. Biz demişik uşaqlar, əgər yan-yana isimlər gəlirsə, yəni isimlər bir-birinə məntiqi yolla bağlanırsa, hər zaman sonuncu isim əsas isim olur və kəmiyyət bildirən isimlərimizi, daha doğrusu kəmiyyət bildirən sözlərimizi həmin o sonuncu isimə uyğunlaşdırırıq. Artiklımızı həmin o sonuncu isimə uyğunlaşdırırıq. Xəbərimizin tək və ya cəm olmasını həmin o sonuncu isimə uyğunlaşdırmalıyıq. People of different beliefs and backgrounds, biz bilirik ki, mübtəda xəbər uzlaşmasında söz önləri ilə bağlanan mübtədalarda söz önlərindən əvvələ baxmaq lazımdır. People cəmdə olduğuna görə, təbii ki, burada takes part və ya has taken part sözlərini, feillərini istifadə edə bilmərik. Çünki onlar təkdədir. Take part, have taken part və will take part cavabımız olacaq C variantı. There was interesting in the meeting, we were bored. Bizə deməli burada işarəni verir, we were bored. Biz darıxırdıqsa əgər, deməli ki, iclasda maraqlı heç bir şey yox idi. Nothing olacaq. There was nothing interesting. Və 60-ca baxırıq. Chocolate pie. Chocolate pie bilirik ki, pie sayıla bilən tək isimdir və burada sifətin adi və müqayisə dərəcəsindən sonra əgər sayıla bilən tək isim gələrsə, mütləq şəkildə orada E artiklı işlənməlidir. E tastier olmalıydı, ona görə bu yanlışdır. Most taste'in qarşına D artiklı olmalıydı, bu da yanlışdır. Ümumiyyətlə, tasty sözü tastier və ya tastiest olur, heç o mostla düzəlmir. Amma yenə də sifətin üstünlük dərəcəsində ümumiyyətlə Z artiklı işlənməlidir. More tastier, bir sözdə həm more, həm er istifadə edə bilmərik. A tasty chocolate pie, a tasty chocolate pie ola bilər və it looks very, verydən sonra da sifət adi dərəcədə olur. Ona görə cavabımız olacaq B variantı.
She moved to new country. Country sayıla bilən təksimdir və biz bilirik ki, sayıla bilən təksimlər heç vaxt artiklsız işlənə bilməz. Olacaq a new country. Month da ay deməkdir. Ay da sayıla bilən təksimdir. A month, a day, a year. Burada a artiklan işlənəcək. Cavabımız olacaq C variantı. My colleague took these photos by my colleague, yəni mənim kolleqam. Bilmirik ki, mənim kolleqam deyəndə qadını mı nəzərdə tutur, yoxsa kişini mi nəzərdə tutur? Əgər qadını nəzərdə tutursa, təbii ki, herself olacaq. Kişini də nəzərdə tutursa, himself olacaq. Burada herself və himself cavabımız olacaq D variantı. 66-cı suala baxırıq. 66-cı sualda 3 days və biz də bilirik ki, 3 rəqəmdir. Rəqəmlərdən sonra S apostrof olmalıdır. Several'dan sonra S apostrof olmalıdır. Nick's dogs, Nick'in itləri, bu doğrudur. Jessica and Chris's wedding, Jessica və Chris'in toyu. Burada da və biz bilirik ki, iki şəxsin yərik aldı və bu haqda məlumatımız var. Bu da deməli doğrudur. 3-4 cavabımız olacaq C variantı. 67-ci sualda make-up sentence, cümlə düzəltməliyik və cümlə düzəltmə qaydasını da biz bilirik. Cümləni necə düzəldirik? Mübtəda, xəbər, tamamlıq, yer zərfi və zaman zərfindən istifadə etməliyik. Burada deməli, failure mübtədamız, is xəbərimiz, a pass, uğursuzluq bir cığırdır, to success, uğura gedən bir cığırdır. Jane is a manager, manager sayıla bilən təksimdir və sayıla bilən təksimlər də biz də bilirik ki, sayıla bilən təksimlərin müqayisə və adi dərəcəsində mütləq qarşısında a artikl olmalıdır. Burada more careful olmalıydı. Careful olmalıydı. Most careful'un qarşısında D artikli olmalıydı. O da yoxdur. Maçda bilirik ki, maçdan sonra gələn sifət mütləq şəkildə müqayisə dərəcəsində olmalıdır. Maçdan sonra gələn sifət. Buna görə cavabımız olacaq elə A variantı. Careful manager. 69-da isimlər cərgəsini deyir seçin. Digər nitq hissələrinə çıxacağıq və burada təbii ki, cavabımız elə C variantıdır. Generosity, pencil və volunteer. 70-də baxırıq, to var. Biz bilirik ki, to'dan sonra a lot of işlənməz, to'dan sonra a few işlənməz, to'dan sonra adi dərəcə olmalıdır, more olmaz. Ya matchdır, ya many'dir. Cars da cəm olduğuna görə match olmaz. Təbii ki, many olacaqdır. Parking cars near the school, serious traffic jams. Baxırıq, cümləmizin mübtədası parkingdir. Biz də bilirik ki, ing-li sözlər və to'lu məzdər xəbəri təkdə tələb edir. Causes doğrudur, will cause doğrudur, has caused doğrudur. 1, 2, 4 cavabımız olacaq A variantı. Və indi isə gəlin mətnimizi oxuyaq, tərcümə edək və mətnimizə aid sualları cavablandıraq. Advertising is a powerful tool that helps companies attract customers and inform them about products. Elan güclü bir vasitədir. Müştəriləri cəlb etmək üçün, məhsullar haqqında məlumat vermək üçün şirkətlərə kömək edən güclü bir vasitədir. The main goal of advertising is to increase sales and make more people buy the product. Elan əsas məqsədi satışı artırmaqdır. İnsanların daha çox məhsul almasını təmin etməkdir. The benefits of advertising include company growth, customer trust and long-term business success. Deməli, benefit, faydası, bu benefit sözünü bizə lazım olacaq suallarımızda. Deməli, benefit of advertising include company growth. Əsas faydası, elan əsas faydasına daxildir. Nə? Şirkəti böyütmək, alıcıların inamı və uzun müddətli biznes uğurları. Effective advertising supports new products, releases, attract new customers and educated them. Effektiv elan dəstəkləyir nəyi? Yeni məhsulların alınmasını, yeni müştəriləri cəlb edir və onları bilikləndirir. It also encourages companies to complete and offer better products. Həmçinin o şirkətləri rəqabətə, to compete, rəqabət aparmaq, yarışmaq deməkdir, cəsarətləndirir və daha yaxşı məhsullar təklif edir. Advertising has 3 main purposes. Elanın 3 əsas məqsədi var. To inform, to pursue and to remain. Məlumat vermək, inandırmaq və xatırlatmaq. It increases sales, raises demand and expands the number of customers. O satışı artırır, tələbi artırır. Increase, raise, bu sözlər bir-birinin sinonimidir. Bu increase, bu raise sözləri bizə yenə də suallarımızda lazım olacaq. And expand artırır, yenə də alıcıların sayını artırır. Advertising helps gain an advantage over competitors and plays a vital role in today's society by supporting business.
Elan biznesi dəstəkləyərək bugünkü cəmiyyətdə əsas rol oynayır. Vital əsas deməkdir. Necessary, importantın sinonimidir və kömək edir rəqabət aparanlar arasında üstünlük qazanmağa. Without it, business would face difficulties, the economy would weaken and jobs would be lead. Bunsuz, deməli, biznes çətinliklərlə üzləşə bilər, iqtisadiyyat zəifləyə bilər və işlər itirilə bilər. However, advertising also has disadvantages. Bununla yanaşı elanın mənfi tərəfləri də var. It's expensive and sometimes misleading. Bahalıdır və bəzən uğursuzluğa gətirib çıxara bilir. It can negatively affect social values and cause tiredness. Bəzən deyir, sosial dəyərlərə təsir edə, negativ təsir edə bilir, yəni mənfi təsir edə bilir və yorğunluğa səbəb olur. Advertising specifically targeted at children may encourage them to order products they don't need. Bəzən elanlar deyir, uşaqları məcbur edir ki, onların ehtiyacı olmayan məhsulları almağa cəsarətləndirir onları. It may also create monopolies because large companies can afford expensive advertisements while small businesses cannot. Afford sözünə də burada diqqət edək. Uşaqlar bizə sualların içində lazım olacaq. Həmçinin deyir, monopoliya yaradır. Çünki böyük şirkətlər bahalı reklamlar üçün daha çox pul xərcləyə bilər, amma kiçik şirkətlər, kiçik işlər yox. Despite its negativity sides, advertising remains one of the strongest ways to promote products, support businesses and develop the economy. Bütün bu mənfi tərəflərə baxmayaraq elan ən güclü yoludur. Nəyi? Məhsulları satmağın, biznesi dəstəkləməyin, iqtisadiyyatı inkişaf elətdirməyin ən güclü yollarından biridir. Keçək indi suallarımıza. Which statement Arthur, hansı fikir doğrudur? One of the purposes of advertising is to convince customers. Əsas məqsədlərindən biri elanın alıcıları dəstəkləməkdir. Bəli, A variantı doğrudur. Elə advertisements decrease customers trust about products. Elanın deməli, elanın məqsədi alıcıların inamını azaltmaqdır. Decrease təbii ki, azaltmaq ola bilər. Hardly increase their audience through advertising. Hardly increase, yəni artıra bilmir. Biz bilirik ki, hardly inkarlıq bildirir. Yəni şirkətlər audience, yəni auditoriyasını, alıcılarını, belə deyək, müştərilərini elana görə artıra bilmir. Yox, əksinə artıra bilir. Advertising has only positive. Yalnız müsbət tərəfləri var, xeyr, mənfi tərəfləri də var. Small business can present expensive. Kiçik işlər bahalı elanlar etmir. Böyük şirkətlər edir deyə. Bu da yanlışdır. What purposes does advertising have? Hansı məqsədləri var? Elanın hansı məqsədləri var? To inform consumers about the product. Məhsul haqqında məlumat verir. Bəli, bu doğrudur. Yalnız məhsulun qiymətlərinə fokuslanır. Diqqət ora cəlb edir. Xeyr. Alıcıları məhsulu xatırlatmağa məcbur edir. Bəli, bu doğrudur. Və alıcıları discourage, yəni cəsarətləndirmir, ruhdan salır, belə deyək. Bu da yanlışdır. Təbii ki, də cavabımız olacaq 1 və 3 D variantı. Advertising can inspire companies. Elan şirkətləri ruhlandırır. To take part in competitions, bəli, yarışlarda, rəqabətdə iştirak etməyə, daha yaxşı məhsullar təklif etməyə. Cavabımız 1-2 A variantıdır. 3-də deyir ki, to make fewer advertisements, daha az elanlar verməyə yox. Demand, product məhsula olan tələbi azaltmaq. Bu da təbii ki, reduce yox, increase olmalıydı orada. The passage is mainly about. Mətn nə haqqındadır? Baxaq, mətn nə haqqındadır? Positive and negative impacts of advertising. Belə cavabımız A variantıdır. Elanın müsbət və mənfi tərəfləri, elan və onun qiyməti deyil, şirkətlər arasında yarışlar deyil. Yəni, düzdür, onlar haqqında, hərəsi haqqında nəsə bir məlumat verir orada, nə mənada. Onu da elana bağlayaraq verir ki, elan buna şərait yaradır. Bahalı məhsulların elanı deyil və endirimlər haqqında məlumatın elanı da deyil təbii ki. Və 76-cı sualımız açıq sualdır. Complete the sentences by changing at least 2 words according to the passage. Mətndən həmin bu cümləni tapırıq və oradan tamamlamalıyıq mətni və mətndəki həmin o tamamladığımız hissədə ən az 2 sözü öz sinonimi ilə dəyişməliyik. Deməli, cümləmizi mətnin içinə baxırıq. The main goal of advertising is, baxaq, izdən o tərəfə, to increase. To increase sözünü uşaqlar nə ilə əvəz edə bilərik? To increase sözünün tez sinonimlərimizi yadınıza salırıq və increase sözünün sinonimlərini yaza bilərik. İstənilən birini enhance yaza bilərik, raise yaza bilərik. Gəlin bu increase sözünü to raise edək. To raise.
To raise və ya dediyim kimi enhance edə bilərik. Sonra sales, to raise sales and make more people. People sözünü humans edə bilərik mi uşaqlar? Humans edək. Men də yaza bilərik. Buy the product. Buy get edək. Get de və product sözünü də ki, təbii ki, crop edə bilərik. Crops. Buy edək get. Product sözünü də edək de crop. Crop yaza bilərik. Harvest yaza bilərik təbii ki. Və beləliklə bizdən 2 söz dəyişməyi istəyir. Biz dəqiq cümləni tapdıqdan sonra həmin o cümlədə verilən sözləri sinonimlərlə əvəz edib 4 dənə sözü sinonimlə əvəz edib yazdıq. Deməli, sonra keçək digər sualımıza. Görək digər sualda bizdən nə istəyir. To have enough money to pay for something. Nə üçünsə kifayət qədər pulun olmağı. Deməli, bu paragraf 3-dən tapmalıyıq bu sualı. Bu definition daha doğrusu. Deməli, nə üçünsə kifayət qədər pulunun olması. Paragraf 3-ə qayıdırıq və burada baxırıq ki, ödəmək üçün kifayət qədər pul təbii ki, afford sözüdür. Afford sözü həmin o definition'ın cavabıdır. Mütləq şəkildə bunu da yadınızda saxlayın. Pul, kifayət qədər pul ödəmək. Hər hansı bir şeyi almaq üçün kifayət qədər pula sahib olmaq. Burada deyir böyük şirkətlər, deməli elanlar almaq üçün kifayət qədər, bahalı elanlar almaq üçün kifayət qədər pulları var, amma kiçik şirkətlər bunu edə bilmir. Və sonra keçirik axırıncı sualımıza, daha doğrusu 78-ci sualımıza. Profit sözünün sinonimini tapmalıyıq. Profit nədir? Əvvəlcə mənanı bilməliyik. Profit gəlir deməkdir, mənfəət deməkdir. Mənfəət, fayda, xeyir, gəlir. Bunun da sinonimi təbii ki, mətndən də gördüyümüz kimi benefit sözüdür. Benefit sözü deməli bu sualımızın cavabı olacaq. Benefit. Və 79-cu sualda sizdən 3 cümlədən ibarət öz fikrinizi yazmaq, yəni kiçik bir esse yazmalısınız. Ən azı 3 cümlədən ibarət. Have you ever bought a product according to the advertisement? Hansısa bir elana görə, elana nəzər yetirərək, belə deyək, nə vaxtsa bir məhsul almısınızmı? Bu haqda öz fikirlərinizi ən az 3 cümlə ilə yazmalısınız. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Hər birinizə uğurlar arzu edirəm, dəyərli 11-lər.